axşam çağı bəzənib gülürdü qonaq otağı görəndə tanıdım mən o gözəl ağ libas giymişdi o gözəl hamı dinsə də dinə bilmədim, dinə bilmədim, nə edim bilmədim. Hamı dinsə də dinə bilmədim, dinə bilmədim, nə edim bilmədim. Dinmək istədim, dinə bilmədim, dinə bilmədim. Təşəkkür edirik. Çox sağ olun, var olun. Səsinizin qüdrəti həmişə var olsun. Əziz tamaşaçılarımız, əziz dinləyicilərimiz, çox hörmətli alimimiz Rafiq Əliyevin 60-dan çox kitabı dünyanın ən qabaqcıl universitetlərdə dərs vəsaiti kimi istifadə olunur. Hər halda bu Azərbaycanda rekord göstəricidir. Bunu etiraf eləməliyik. Siz heç vaxt anmırsınız ki, sizin bir ehtiyacınız var. Bəlkə də fəal həyat tərzi keçirməyiniz elə bu ehtiyacdan doğur. Yəni, mən kimlə yox, kim mənlə fikrindən gəlir, eləmi? Mənim anam elə çox savadlı deyildi, ancaq 3 saat, 5 saat folklor ədəbiyyatından, bayatılardan misallar gətirə bilərdi, şeir oxuya bilərdi. Və təbii ki, onların da çox müdrik nəsiyyətləri vardı. O mənə həmişə deyərdi ki, birdən gedirdik ki, nəyəsə bir-birimizə qoşulurduq, eləyirdik. Həmişə mənə deyərdi ki, qoy sağa kimsə sağa qoşulsun, sən gedib qoşulma, niyə qoşulursan? Sonradan mən dünyanın müxtəlif yerlərinə gedəndə, universitetlərində mühazirə oxuyanda gördüm ki, bir liderlik hissi aşılamaq dərsi var. Yəni, bu anam onu demək istəyirmiş, fəhmən onu demək istəyirmiş ki, axı özdəki gərək hər şey uşaqlıqdan geçsin, bilirsiniz. O baxımdan da vallah bilirsiniz, belə pis çıxmasın, bayaq dediyim kimi də qəti nə pul verirlər, nə bir şey verirlər, ona pul zad vermirlər. Amma mən gündə 18 saat, 19 saat məşğul oluram. Məsəl üçün, mən bir məruzəni 2 dəfə eləmirəm heç yox. Əstağfurullah, tərif üçün demirəm. Bax, indi Berkel'dəki məruzəm indi Helsinki'də, sentyabrın 1-də məruzəm var, mən onu təkrar eləyənmərəm. Gərək yeni bir şey olsun. Özdə heç kim məni məcbur eləmir ki, ancaq bilirsiniz, o ehtiyac var. O özdə ədalılıq ehtiyacı deyil, əstağfurullah. Mən dünyada zadə kimi sadə, ondan sonra demokratik, onu kimi adam tanımıram və yaxud da mənim dünyada olan dostlarım. Bilirsiniz, böyük alimlərdir, amma bilirsiniz, nə qədər sadə insanlardılar. Ədalılıqdan gəlmir. Amma neysə həmişə gərək bu dünya elmində bir səviyyədə olasan da, olmasa düşəsən aşağı. Bəlkə də bu səbəbdən Rafiq müəllim, Almaniyada keçirilən konferansda, hansı ki dünyanın sayılıb seçilən alimlərdən ibarət olan bir auditoriyada siz belə bir fikir söylədiniz ki, mən bura tərif yox, tənqid eşitmək üçün gəlmişəm. Hər halda güman edir ki, bu dünya elminə çıxan yol, dünya elminə çıxan bir magistral yol idi. Onu düz deyirsiniz. Bilmirəm, vallahi harda oxumusunuz onu. Demək, 2002-ci il idi, hər səhv eləmirəmsə, ya 2000-ci il, ya 2002-ci il biz Badində bizim bir konferans keçirilirdi. Biz hər il dünyanın bir ölkəsində konferans keçirdirik. İkimiz gəzirdik parkda. O mənə dedi ki, həmin şey indi də dedi, Berkel'də başqa bir məsələ üçün. Mənə dedi ki, belə bir elmi istiqamət var. Mənim ağlıma gəlib, ancaq mən vaxtım çatmır, imkanım çatmır, o istiqamət ilə məşğul olsam yaxşı olar. Bu da o istiqamətdir ki, ümumiyyətlə mənim elmi kredom həmişə belə olub ki, mən klassiklərə çox hörmət eləmişəm, sevmişəm həmişə və onlardan öyrənmişəm dəfələrlə, amma onlara dogma kimi baxmamışam və qəti qorxmamışam. Mən Ramizə dedim ki, Quliyev Ramizə dedim ki, Əyyubla çox böyük fəxr edirəm, oğluyla qayıdıb gəlmişdi Sankt-Peterburqdan.
gün o gün olsun ki Üzeyir bəy səviyyəsinə çatsın. Dedi, əstağfurullah, ona deməyin, onu deməyin. Dedim, niyə? Allahdan arzum odur ki, Azərbaycanda bir 50-60 adam olsun ki, Üzeyir bəyi də ötsün keçsin, Mənsumu da ötsün keçsin, Elçini də ötsün keçsin. Onda inkişaf olmayacaq ki, Elnur müəllimi də ötsün keçsin. Yəni, burada elə bir şey yoxdur. Burağımız müəllimin Üzeyir bəy olan hörmətindən ələ gəlir. Onu anlayıram, yox, onu anlayıram. Yəni, bilirsiniz, mən onu demək istəyirəm ki, mən ömründə büt kimi baxmamışam. Məsələn, o nəzəriyyənin bütün dünya, bir nəfər alim var, onun üstündə qoyur. Həmin nəzəriyyə, Lyapunov nəzəriyyəsi deyirlər. Mən göstərdim ki, bu nəzəriyyə işləmir həmişə. Siz qeyri-səlis məntiq nəzəriyyəsindən danışırsınız. Xeyr, o qeyri-səlis məntiqi tətbiq eləməklə mən göstərdim ki, bax bu dünya ki 200 ildir bunun üstə işləyir. İndi bu belə işləməməlidir, bu cür işləməlidir. Və zala da girəndə bircə dənə xahişim oldu. Bircə dənə xahişim oldu. Hamıya üz tutdum, dedim ki, sən Allah mənə tərif deməyin, mən onu istəmirəm. Mən istəyirəm ki, deyəsiniz harası düzdür, bilirsiniz nə, bunu hakim deyəcək. Kimsə desin ki, mən gedim bunu düzəldim də. Və bundan yaxşı nə var? Yəni, mən bu baxımdan o sözü dedim ki, dünyaya çıxmaq üçün ancaq bu yolla çıxmaq lazımdır. Aydındır, Rafan, bu arada üzr istəyirəm, siz qeyri-səlis məntiq nəzəriyyəsinin demək olar ki, yaradıcısı hesab etmək olar Lütfüzadəni. Bəli, tamamilə. Amma siz bunu da vurğulayın ki, siz qeyri-səlis məntiq nəzəriyyəsini real həyata yaxınlaşdırmağa çalışırsınız. Bu nə dərəcədə mümkündür? Valla biraz neysə eləyirik də, amma bunun kökü təbii ki, Zadə qoyubdur və bugün də inkişaf elətdirir. Özü bilirsiniz, dünyada ümumiyyətlə dünya alimləri yenə də əsl alim deyirəm. Bu sözü mən hər dəfə deyirəm. Yəni, o titul zad onun qəti mənası yoxdur. İki cür olurlar. Bir romantik alimlər olurlar. Bir realist. Bir də klassiklər. Romantiklər, bir də klassiklər. Romantiklər onlardır ki, onlar ideya verərlər həmişə. Məsələn, Zadə bir ideyadan bir ya iki məqalə yazar. Qəti 5-cini, 10-cunu yazmaz, dünya yazar onu. Amma var klassiklər, deyə bilmərəm hansı yaxşıdır. Bir dənə ideyanı götürür, onun üstə böyük bina tikirlər, belə bir 30 il, 40 il o cür inkişaf edir. Fikri bir-birinə bağlı. Tamamilə düzdür. Zadə romantik alimdir. O bir ömürdə 7-8 dənə təmiz fərqli nəzəriyyələr verib. Dünyanı dəyişdirib, dünyanı. Məsəl üçün, o bizim sizlə öyrəndiyimiz hesabdır, riyaziyyatdır, mən nə bilim, o fizikadakı qanunlardır. Onların hamısı başqa səmtə yönəlibdir. Və pusat dünyada Zadə riyaziyyatı, klassik riyaziyyat, Burbaki riyaziyyat öyrənilir. Mənim kitabxanamda Zadə fizikası kitabı var, qeyri-səlis fizika kitabı var. Özdə, vallah belə baxanda, bütün o böyük inqilabi şeylər çox asan şeylər olur, çox. Məsələn, Einstein-inki nədir? MC kvadrat, vəssalam, ayrı bir şey yoxdur, bir şey eləməyib. Bu da götürüb orta məktəbdə fiqurlu mötərizə vardı, onu götürüb orta mötərizə ilə əvəz edib. Sən deməyinə nəymiş? Aristotel deyirdi ki, bu mötərizənin içində iki element var, ya hə, ya yox. Amma Zadə dedi, yox, bu parçadır. Həylə yox arasında milyard dənə qiymətlər var. Ona görə xoşbəxtliyin dərəcəsi var. Ona görə sənət zirvəsinin dərəcəsi var, insanlığın dərəcəsi var. Biz də nəysə kömək edirik ki, bu bina tikilsin. Amma əsas təbii ki, Zadədir. İnşallah.